Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 marşrutundan 150 metr məsafədə gözəl bir 3 otaqlı həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun sonunda gələndə sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev 202 marşrutundan hardasa 100-150 metr məsafədə yola yaxın yerdə ərazidə yerləşir. Şəhərə tam rahat getmək üçün əlverişli bir yerdə yerləşir. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin həyət hissəsi buradadır. Sadəcə ev sahibi evdən çöldə belə bir şərait yaradıb. Hasar tərəfləri olan yeri setki ilə əhatəyə alıb, gördüyünüz kimi. Yol hissəsini, bax, burada belə bağ-bağça yaradıb, toyuq düzə yaratmaq üçün, bax, belə bir şərait yaradıb, hörmətli izləyicilər. Gördüyünüz kimi də, bax, burada belə bir gözəl şərait yaradıb. Oradan da bir qapı qoyub, setkanın içindədir. Oturmaq üçün, istirahat eləmək üçün, kölgəli larzadır, göz qabağındadır. Əsas isə zavordan içərik, keçirik evin içinə. Buradan daxil oluruq, bir də həyət yanı sahəsidir, evin öz həyət yanı sahəsidir, evin özü çox gözəl, təmir bir vəziyyətdə evdir. Üzü qabarcıq daşlarla üzlənib, həsarları bax, gördüyünüz kimi üzlənib, baxın, diqqətlə. Ev həqiqətən çox səliqəli, səhmanlı bir evdir. Həyətində burada bir görək, bir dənə bıraq deyək. Sanitar qovşağızadır, hamısı gördüyünüz kimi. Sanuzeli təmiri vəziyyətdədir. Gördüyünüz kimi, bir hissəsi də tam darvazası. Çöldə də əlavə hardasa 3 sot həyəti var. 4 sot da ayrıcadır. Setki ilə həsər alıb əməl başlayır. Yəni gördüyünüz kimi, yəni yaşıllıq yaradıb. Buradan qalxırıq evin içinə. Ev təmir vəziyyətdədir. Bir neçə ilin evidir. Şəxsi inşa olunmuş bir evdir. Daxil olduq evin içinə. Gördüyünüz kimi bu evin giriş hissəsidir. Sağ tərəfdə mətbəxdir. Buradan keçirik, burada bir dənə yataq otağı var, böyük. 4-ün 5-ə, 20 kvadratlıq bir yataq otağıdır. Evin hər tərəfi demək açıqdır, işıqlıdır. Pəncərəsindən tam rahat evin içinə işıq düşür. Hündürlüyü də hörmətli izləyəcək. Bəlkə də 3 metrdən hündürdür. Yəni tavan hündür. Hündürlük tavan da yaxşıdır. Yəni hündürlük göz qabağında yaxşıdır. Burada mətbəx hissəsidir. Hündürlüyü 3.30-dur. 3.30 hündürlüyüdür. Mən baxanda bildim bəyəklər, ona görə deyiləm. Ki hündürlüyü 3-dən çoxdur. Burada solda bir uşaq otağıdır. Qapıları təmiz taxta qapılardır, bərk qapılardır, hörmətli izləyicilər. Burada keçirik, böyük bir zaldır. Zalı da gördüyünüz kimi, hörmətli izləyicilər, haradasa 4 metrənin 7-8 metr olar. 32 kvadratdır. 4-ün 8-ə. Ev həqiqətən təmirin normal qaydasındadır, amma alan adam özü istədiyi kimi əl gəzdirə bilər. Demək, burada da böyük evin içində də burada, zaldan içədə, burada da bir dənə bir ayrıca sanuzeldir. Evin içindəki sanuzeldir. Ayrıca zaldan keçirsən ayrı bir belə dəhliz balaca bir proşatkadır. Buradan da daxil olursan hamamisiyə. Gördüyünüz kimi, hörmətli izləyəcək, evin də hündürlüyü 3.30. Ev sahibinin deməyinə görə. Ev həqiqətən çox mükəmməl bir evdir. Gözəl bir evdir. Yeri qəşəng yerdədir. 202 maaşlı gəncliyə nə qədər işləyir? Nərmanov qədər. Nərmanov qədər işləyir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməkliyi göstərə bilərik. Evin sənədləri də, hörmətli izləyicilər, demək, qeydiyyatlandır. Bunu nəzərdə çatdırım. Evin adresi, ünvanı var, çertiyoj var. Bunları da nəzərdə çatdırım. Qiymət də 107.000 start qiymətdir. Real az olsa indirimi birbaşa ev sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək. Hörmətli izləyicilər, həqiqətən də yeri çox gözəl yerdədir, yaxşı yerdədir. Şəhərə, Biləcəridə tərəfə, şəhərə çıxışına tam əlverişlidir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da.